Hörmətli müştəri, bir daha vaxtı xeyir olsun. Bax, eyni ilə sizdə də belə yığılır. Sadəcə sizdə taxta ilə yığılıb. Əsas burada önəmli faktor dam örtüyünün keyfiyyətidir. Keyfiyyətli olması lazımdır. Bu keçin bu tərəfə. Sizə deyəcəm ki, bax, səbəb nədir? Və fikir verirsiniz burada, bu 42-lik dam örtüyüdür. Və bu 42-lik. Misal üçün 38-lik, 38-dən aşağı olan dam örtüklərinə tövsiyə eləmirəm, başa vurulasan. İndi sən məndən məhsulun istismar müddətini soruşursan, yaxşı, mən də səndən dam örtüyünün istismar müddətini soruşuram. Mənim məhsulum orada 35 il yanacaq, amma sənin dəmirin orada 35 il yanmayacaq. Çünki 38 olan dam örtüyü bu köpüyün yarı ömrü qədəri var. Ona görə yaxşı olar ki, səndə membran vurulsun, membranın üzərinə köpük bırak. Yox, əgər 40-dan yuxarıdırsa dam örtüyün, o zaman elə üzərinə bax elə köpük vurmaq olar. Göy çaya ancaq Bakıya qaydanda gəlib baxa bilərik. Belə hazırda Gəncədəyik. Və olmasa başqa bir vaxt edib gəlib baxarıq, yaxından danışarıq. Amma belə video görüntü olaraq təxmini eyni şeyi göstərdim sizə ki, məlumat olasınız ki, işlər bu formada icra olunacaq, səbəb, nəticə nədən ibarətdir. Xeyirli olsun, görüşək inşallah.